Aziz söz ve sanat severler. Böyük şairimiz, Şərqin böyük şairi Musa Yaqubun xatirə gecəsində xoş gördük sizləri. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, İsmaili Rayon İcra Hakimiyyəti və İsmaili Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən xalq şairi Musa Yaquba həsr olunan gecədə bir daha sizi ürəkdən səmiyyətlə salamlayıram. Əlbəttə bugün bir gün deyil, yox, böyük bir şairin yaradıcılığının işığına toplaşmışıq. Mən bilirəm, hər bir gələn qonağın yaddaşında, qəlbində kök salan şairimizlə bağlı gözəl xatirələr dinləyəcəyik. Bir daha məclisimiz sayənizdə gözəl olacaq. Amma təşəkkür edirəm. Amma yerinə düşər ki, Azərbaycanımızın, Respublikamızın memarı, qurucusu olan ulu öndərimizi və bu günləri yaradıcılığın işığına toplaşmış Musa Yaqubu və öz qanları ilə vətən torpağına Qarabağ, Azərbaycandır sözlərini yazan şəhidlərimizi bir dəqiqəlik sırtdan yad edək. Buyurun rica edirəm. Teşekkür ederim. Allah rahmet eylesin. Ve elbette ilk sözü İsmail Rayon İcra Başçısının mavini, çok hürmetli Eyüp Musa'ya verir. Eyüp Hanım buyurun zahmet olmasa. Alkışlarınızla. Buyurun. Hörmətli Novruz müəllim, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, ilk öncə sizin hər birinizi İsmail Rayon İcra Hakimiyyətinin başçısı Cənab Nahid Bağırovun adından salamlayıram, tədbirimizə uğurlar arzulayıram. Bugün həqiqətən İsmail'imizin, Azərbaycanımızın dahi şairi, dahi ziyalısı Musa Yaqubun xatirə gecəsinə yığışmışıq. Bunun üçün bu tədbiri təşkil etdiyi üçün Mədəniyyət Nazirliyinə, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə öz təşəkkürümüzü bildiririk. Əminəm ki, burada əyləşənlər, burada əyləşən qonaqlarımız dahi şairimiz Musa Yaqub haqqında öz xatirələrini, ürək sözlərini deyəcək. Ona görə də çıxışımı qısaca eləyərək tədbiri bir daha uğurlar arzu edirəm. Çox sağ olun. Teşekkür ederim, sağ olasınız. Ve elbette Musa müəllim Şərqin böyük şairidir. Bütün İsmail'lar Musa müəllimin şeirleriyle boyatmışıq, dincəlmişik. Bəli, ona göre de bu anda ben istəyirəm ki, Davud Aslan ocağından güc alan, qüvvət alan Novruz Aslanı böyük məhəbbətle bura dəvət edirəm. Bir daha da məclisimizin başlanıcı daha fazla güzel olsun. Novruz müəllim buyurun rica edirəm. Mən dağlar oğluyam, dağlar eşkinə. Çəkilsəm bu yolda min darə gəlləm. Mən tənha qoymaram bu el obamı, çəkib qılıncımı dağlara gəlləm. Dağdadır gözəllik, dağdadır zinət, dağda bakirədir, safdır məhəbbət. Bir tərəfi buynuz, bir tərəfi basqal, bir yanı cənnət. Behdiş ətirləyən bağlara gəlləm. Novruz əlinizi sıxıram, var olasınız, millət vəkilimiz, sevimimiz, xətrimiz. Məmnuniyyətlə sizi dinləyirik. Buyurun rica edirəm. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Bir neçə dəqiqə bundan öncə bizim hörmətli icra başçısının müavini Eyüp müəllim öz fikirlərini söylədi, öz salamlarını söylədi. Mən də bu imkandan istifadə edib, dünən bizim hörmətli icra başçımızla söhbət edəndə məndən dönə-dönə xahiş etdi. Bilirsiniz ki, bugün Bakıda çox böyük tədbirlər var. Mən də o tədbirlərin iştirakçısı olaraq, amma belə sizin onun salamlarını, onun hörmət və ehtiramını sizə çatdırmağı məndən xahiş elədi. Bugün doğrudan da bizim için çox tarixi bir gündür. Çünki bizim İsmaili cəmaatımızın, o cümlədən Azərbaycanımızın bir əbədi bir zirvəsi olan dahi bir şəxsiyyət, gözəl yazıcı, gözəl şair, gözəl insan Musa Yaqubun yaradıcılıq gecəsinə yığışmışıq. Bu çox vacib bir məsələdir. Çünki insanlar bu dünyaya gəlir, gedir.
Amma onların yaratdıqları həmişə qalır. Bu məclis də bir neçə saniyədən sonra, bir neçə saatdan sonra dağılacaq, gedəcək, amma xatirələr mütləq olaraq qalacaq. Bizim görkəmli şairimiz Baba Vəziroğlu demiş ki, xatirələr həmişə əbədi olaraq qalır. Baxır xatirələr hansı xatirələrdir? Musa Yaqub haqqında biz danışanda həmişə bizim qəlbimizdə, ürəyimizdə çox gözəl, xoş bir xatirələr qalır. Mən şəxsən özüm uşaqlıq vaxtlarından bizim hörmətli şairimizi tanımışam. O mənim atamla dost olubdur. Atam həmişə gələrdi, danışardı ki, ilk dəfə olaraq Davud Aslanın şeirlərini çap elətdirən Musa Yaqub olubdur, Zəhmətkeş qəzetində. Bir də Kommunist qəzeti var idi, bizim Allah rəhmət eləsin Rəşid Mahmudov. Yəni bu iki insan həmişə yaradıcılığa həmişə dəstək veriblər, həmişə bizim elimizin, obamızın ən istəkli, ən layıqlı evlatlarına həmişə arxa olublar. Və təbii ki, Musa müəllimin bu işdə zəhmətli vəziyyəti çoxdur. Zaman gəldi, vaxt keçdi. Musa müəllimlə biz özümüz, baxmayaraq ki, yaşda böyük fərqimiz var idi, amma dostlaşdıq, tez-tez məclislərdə bir yerdə olduq və bu məclislər heç vaxt, heç zaman mənim ürəyimdən, qəlbimdən, yaddaşımdan çıxmayacaqdır. Onun o təravətli, o gözəl onun sözləri, onun o münasibəti. Ümumiyyətlə, burada təbii ki, Musa Yaqubun şeirləri səslənəcək. Biz yenidən Musa Yaqubu burada canlandıracağıq. İnsanlar, yaradıcı insanlar heç vaxt, heç zaman ölmürlər. Onlar daima yaşayırlar. Nə qədər onların şeirləri, nə qədər onların musiqiləri, nə qədər onların o həyatı olan o nümunələri, o filmləri, nə qədər olacaqsa, onlar o qədər də yaşayacaqlar. Bu bir mənalı belədir. İnsanlar, ümumiyyətlə, cəmiyyət, ümumiyyətlə, dövlət, xalq öz yaradıcı insanlarla tanınır. Və mən həmişə hesab edirəm ki, Musa Yaqub bu sayədə təkcə bizim yer üçün, bizim el üçün, bizim oba üçün yox, bütün Azərbaycan xalqı üçün çox böyük bir nümunə qoydu. Mən zaman keçdi, vaxt gəldi və mən Azər Ağac Kağız Səhmdar Cəmiyyətində mavin işləyəndə, ondan sonra baş direktor işləyəndə mənim yadımdadır ki, onda Musa müəllim gəldi, bizə qonaq oldu və onda onun kitabı, Nanə Yarpaqları kitabı ərsəyə gəlməli idi. Və mən çox sevinirəm ki, az da olsa orada, onun o yaradıcılığında mənim də bir töhfəm oldu, mənim də bir imkanım oldu ki, o vaxtında, zamanında mənim valideynimə elədiyi hörmətin kiçik bir hissəsini mən də bacardığım qədər çalışdım ki, həyata keçirim. Uzun müddət Musa müəllim həm ziyalı olaraq, həm müəllim olaraq, həm publisist olaraq, həm şair olaraq uzun müddət əlindən gələni etdi ki, İsmaili cəmaatını, Azərbaycan xalqını həmişə hörmətə, izzətə çatdırsın. Mən elə gəl ki, hər bir ziyalının əsas həyatda məqsədi, yaşamaq məqsədi bu olmalıdır ki, həm özü hörmət qazansın, həm də ki, yaşadığı yeri, yaşadığı bölgəni həmişə hörmətə qaldırsın. Musa müəllimin əsas həyat əqidəsi də ondan ibarət idi. Çox, indi burada tanıyanlar bilir, çox həlim və çox şirin bir insan idi. Musa müəllimin şeirlərini oxuyanda həyatı başlayırsan sevməyə, musiqini başlayırsan sevməyə, təbiəti başlayırsan sevməyə, məhəbbətin özünə təzadlı yanaşmasına baxmayaraq, amma onu da bir müxtəlif bir sahələrdən, digər baxışlardan baxırsan və görürsən ki, bu fikirlərin, bu fəlsəfi fikirlərin, istəyir məhəbbət olsun, istəyir vətənə məhəbbət olsun, istək olsun, yanaşmalar çox fərqlidir. Musa müəllimin dünya görüşü, onun fəlsəfəsi çox zəngindir. Mən elə gəlir ki, vaxtında, zamanında mən çox sevinirəm ki, Musa müəllimin burada ailənin üzvləri var, hörmətli Rüfət müəllim buradadır. Zaman gələcək və vaxt gələcək ki, inanın mənim səviyyətim, Musa müəllimin elmi araşdırmalarını biz şahid olacaq. Çünki o şeirlərdə olan o fikirlər, o münasibət mənə də gəlir ki, heç vaxt bir zaman insanların yaddaşından və onların xatirəsindən çıxarılır. Bu əməli, əbədi olan bir əməkdir ki, onu həmişə bizim xalqımız qiymətləridir. Musa müəllimin məhz bu sahədə, siyasi fəaliyyətdə xüsusi olaraq qeyd etmək istəyirəm ki, unudulan bir şey deyil ki, bu Musa müəllim bizim Milli Məclisin deputatı olubdur. Siyasi cəhətdə də öz fəaliyyətini həyata keçirdibdir. Öz mövqeyini həmişə o yüksək tribunadan bildiribdir. Bu da çox vacib elementlərdən biridir. Bunu xüsusi olaraq qeyd etmək lazımdır. Və mən bir də artıq fikrimi yekunlaşdırmaq istəyirəm. Çünki burada çıxış edənlər çox olacaq, onlar da özləri sözlər deyəcək. Amma son bizim görüşümüzü qeyd etmək istəyirəm. Zaqataladan qayıdırdım, İsmaildən keçirdim
və xəbər aldım ki, Musa müəllim artıq bizim möhtərəm cənab prezidentin sərəncamına uyğun olaraq xalq şairi adını qazandı. Dərhal zəng vurdum. Artıq İsmail'i keçmişdim. Dedi, hardasan? Dedim, İsmail'i keçmişəm. Mən səni görmək istəyirəm. Artıq Muğanlı'da çatırdım Muğanlı'ya, artıq Şamaxının yoluna çatırdım. Dedim, sürücümə dedim ki, qaytar. Düz gəldim Buynuza. Əgər səhv etmirəmsə, bizim hörmətli Peyman İsmail də orada idi. Digər bizim dostlarımız da orada idi. Görüşdük, yaxşı bir söhbət elədik, yaxşı çay içdik. Çox ürəyimiz açıldı. Mənim son görüşüm Musa müəllimdən bax belə oldu. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Nə yaxşı ki sizlər varsınız, nə yaxşı ki sizlər gəlmişsiniz. Bilirsiniz, həyat çox sürətlə davam edir və biz bir gün burada oturanda hərəmiz fikirləşirik ki, bu tədbirdən sonra hara gələcəyik, necə olacaq, nətər olacaq və ona görə həyat sürətlə getdiyinə görə bizim problemlərimiz çoxalır. Mən xahiş edirəm sizdən, bu 1 saat və yaxud 1 saat 20 dəqiqə ərzində tam problemlərdən ayrılırız. Mən də buradan dərhal çıxıb düz Bakıya gedəcəm, çünki bilirsiniz ki, Türk Dövlətləri Təşkilatının böyük bir orada konferansı keçirilir. Mən də orada artıq rəsmi hissəsində iştirak edə bilmədim, amma digər hissələrdə iştirak etməliyəm. Amma bu problemlərdən azad olmaq üçün bugün biz Musa Yaqub fəlsəfəsinə, Musa Yaqub həyat tərzinə bir saatlıq yarımlıq özümüz bir rahatlaşdıraq və bir də baxaq görək ki, bizim dahi şairimiz kim olub? Əslində qalsa kim olduğunu biz hamımız bilirik və onu bir də yaşadaq və onun həyatını əbəd eləyək. Diqqətinizə görə təşəkkür ederim. Teşekkür ederim. Çok sağ olun, var olasınız. Ve ona göre gelin sizlerle bir yerde bir video çarka bakaq. Şairimize həsr olmuş güzel bir video çarkı. Buyurun rica edirəm. Ömrü, özü, aldığı nəfəsi şeirlə yoğrulan, doğma kəndindən kainata boylanan xalq şairi Musa Yaqub 1937-ci il mayın 10-u İsmayıllı rayonunun Buynuz kəndində anadan olur. Əsl adı Müsavat olan şair Göyçay Pedaqoji Məktəbinə daxil olanda sənədlərində adını səhvən Musa yazırlar. O vaxtdan elə qalır. Bir müddət İsmayıllı rayonunun Tircan və Buynuz kəndlərində müəllim və məktəb direktoru işləyir. Sonra təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsində davam etdirir. Azərbaycan Yazıçılar İttifaqının Bədii Ədəbiyyatı Təbliğ Bürosunda direktor müavini, Azərbaycan jurnalında Poeziya şöbəsinin müdiri və Zəhmətkeş qəzetinin baş redaktoru vəzifələrində çalışır. Məktəbdə oxuyarkən sinif yoldaşı Stalinə həsr edilmiş şeir yazır. Musa da bundan ilhamlanıb şeir yazmağa başlayır. İki Qəlb, İki Dünya adlı ilk poeması 1957-ci ildə Azərbaycan qəzetində çap olunur. Elə ilk şeirlərdən təbiət şairi kimi tanınır. Azərbaycan jurnalında işlədiyi 4 il ərzində Bakıda yaşayır. Süleyman Rüstəm Musanın çox sevdiyi təbiəti nəzərdə tutaraq ona kimə tapşırıb gəldin şeirini həsr edir. Musa Yaqub müsahibələrinin birində deyir: "Mən ömrümdə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam. Əsərləri yarpaqlar oxuyur, bu məhəbbət yaşadır məni, mənim kainatım, iki qəlbin işığı, mənim sevgi taleyim və başqa kitablarda toplanır." Musa Yaqubun ən məşhur şeiri bu dünyanın qara daşı göyərməz şeiridir. Azərbaycan ədəbiyyatında ən çox nəzirə yazılan şeirlərdəndir. Amma Musa Yaqub bu şeiri oturub yazmır. Uzun zaman fikirləşir, beynində duyğularında gəzdirir və tədbirlərdən birində ayağa durub bədahətən oxuyur. Közərəsi, sönəsi, nə o günlər bir də geri dönəsi, qəm eləmə, gönlümün bir dənəsi, bu dünyanın qara daşı göyərməz. Şairi mənəvi təmizliyinə və təbiətə bağlılığına görə buddist hesab edənlər də olur. Buynuz kəndinə el arasında Musa Yaqubun kəndi deyirlər. İsmayıllıya yolu düşən heç bir ədəbiyyat adamı şairin evində qonaq olmamış, süfrəsində çörək kəsməmiş getmir. Həyat yoldaşı Zöhrə xanımın ölümünü həyatının ən ağır hadisəsi kimi qiymətləndirir. Ona heç vaxt şeir həsr etməsə də yoldaşını itirəndən sonra deyir: "Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşı ilə bölüşə bilməmək əzabdır. O gedəndən sonra hiss etdim ki, əslində ona çox şeirlər yazmışam." Səni pozan içindir, mən yazan için. Sən indi ağdınlı bir alnına isə,
dünyanın ən xoşluq adamısan, mənim ölməni görməyəcək. Musa Yaqubun yaşı 80-i keçsə də saçları ağarmır, qara qalır. Bu barədə özünün açıqlaması belə olur. Çoxları yazanda başı ilə düşünür. Mənsə ürəyimlə. Saçım ona görə ağarmayıb. Uzun illər Parkinson xəstəliyindən əziyyət çəkir. Ömrünün sonlarına yaxın əsa ilə gəzmək məcburiyyətində qalır. Bəlkə də ağaclara olan sevgimə görə Allah məni əlimdəki çəliklə mükafatlandırdı deyir. 2021-ci il mayın 7-si doğma Buynuz kəndində həyata vida edir. Vəsiyyətinə əsasən valideynlərinin və həyat yoldaşının yanında torpağa tapşırılır. Əvvəl budaq-budaq suda uyuyan, sonra çarxı dönüb, arxı quruyan, bir yağışa həsrət söydülər kimi, eləmədiklərim yandırar məni. Özümə verdiyim öydülər kimi, eləmədiklərim yandırar məni. Mən elə bilirdim o bənövşəlik mənim üçün qalacaq tər həmişəlik. Özü solu getdi, qıymadım üzəm. Doyunca baxmadım bənövşə gözə, yazın əmiş, yayı tez xəzəlləşən, pətəkdə qaynaşan, şanla əlləşən, qışda balsız qalan arılar kimi eləmədiklərim yandırar məni. Özümə vurduğum yaralar kimi eləmədiklərim yandırar məni. Mən elə bilirdim, vaxt da duracaq. Elə o əvvəlki vaxt da duracaq. Gedim saadətlər rastına çıxan, silgi cığır ilə keçmək olacaq. Hər vaxt bu zəmini biçmək olacaq. Bərədə boş yerə anları sayıb, onu öyküdən ovçular kimi eləmədiklərim yandırar məni. Yaylaqda çeşməyə məhəl qoymayıb, səhrada alışan yolçular kimi eləmədiklərim yandırar məni. Bilmədim kim isə üzdü barımı, uçurtdu əlimdən bir şikarımı, sonraya saxladım çox qərarımı. Eləmədiklərim yandırar məni. Yox daha ömrümdə açılmaz o yaz, bir qanadım yorğun, birisi pərvaz. Elədiklərimdən yaxam tutarmaz, eləmədiklərim yandırar. Ölüm səhra yalnız, yox əkində biçində. Gün yandırıb Məcnunu, qalıb kölün içində. Öz eşqimi aradım, nə güldüm, nə yarıdım. Gül altında qalayım, bir kəpənək gücündə. Ha, bu dövran, keçmək olmur yanımda. Girib dəyirmanından, çıxdım başa biçində. Mənzil uzaq, göy uzaq, hava duman, yol uzaq. Mən bir Asiya olacaq, qurdu leylici. Həqiqətən bu yaradıcıda alqışlamağa dəyər. Mənim əzizlərim, bayaq məclis başlayanda bu həyəcanı məndə də hiss elədiniz. Bu səhnə mənim üçün o qədər nostalji bir hisslər yaratdı ki, hansısa bir yubiley tədbirinin yaradıcılıq gecəsini keçirirdik, onu mən aparırdım, institut qutarıb təzə gəlmişdim, İncəsənin institutum. Nəsə bir həyəcan yaranmışdı, çox çətin idi mənim üçün Musa müəllimin tədbirini aparmaq. Bugün də onun xatirə gecəsidir. İllər keçdi, bugün şairimizin xatirə gecəsini keçiririk. Ruhu qəni şad olsun. Elə bir İsmail'i tapılmaz ki, elə bir Azərbaycanlı olmaz ki, Musa müəllimin şeirlərini təpədən dırnağa kimi oxumasın. Ondan bəhrələnməsin. Doğrudan da böyük şairdir Musa Yaqubumuz. Gör nə deyir? Deyir, dövlətin budur ki, öz bulağından, içirəm, qorxmuram qurumağımdan. Gör, Musa Yaqub böyük şair o təbiətdən necə ilham alıb, bulaqlardan necə ilham alıb. Onun bir şeiri var, deyir, çoxdan mıcığırla qalxmamışam heç. Çoxdan canalıya güzar eyləyib, yaşıl sərgisinə baxmamışam heç. Salam ateş qanat qoca göyrüşüm, qoy bu ağaclarla bir görüşüm. Solanım, qalanım, ayaşıllarım, salama dostlarım, ayaşıqlarım, yaşa durmusuz ki əməlli başlı. Necə ki təzəmi köhnəmi gördüm, mən sizi görəndə özümü gördüm. Ömrüm budaq-budaq
nərdivanında bir də ayaq üzümü gördüm. O döngədə durub ötər düşərkən, bu vələs quruyub qafaz olub ki, odun daşıyanda şələm ilişən, bu şivə məllicə ağac olub ki, sən də illəri vermirsən elə, ay cökəm, bəzənib düzənmə belə, bizə bu bəzənmək yaraşmaz daha. Yarpaq dalgasında, qabıq altında ömür quşların vallahi görünür, neynək? Sən yarpağı ver, mən də ki dilə, vallahi belə vaxtda adamı çox şey salar tamaha. Ay Gökhan, bəzənib düzənmə belə, bizə bu hoqqalar sözü Musa Yaqub yaratığında ən şirin səslənən bir sözdür. Bizə bu hoqqalar yaraşmaz daha. Ay Palıd, sən danış, nə deyir gedib gələnlər? 100 yaşla görüşə bildin eləmi? Axır ki sənin də ağaclarənlər gövdənə girişə bildi eləmi? Nə bilim, deyirik yeri düşəndə güya ki dərd sər qocaldır bizi. Bəs bu gözəllikdə, dağlar başında hardan gəlib tapır qocalıq bizi? İstərəm ömrümüz genişli yolda, görürsən 100 ili bir ana gelir. İstərəm oturam o daş tulda, görəm ki bu dünya hayana gedir, hayana gedir. Musa Yaquba Allah bəni də bir rəhmət eləsin, böyük şairimizə. Mənim yadıma gəlir ki, demək, Ferro müəllim, Sahibə xanım haqqında bir sənədi film hazırlayırdıq. Musa müəllimi də sənədi filmə dəvət elədik. Bizi gözəl bir meşə, təbiət boyuna vardı. Sahibə xanım haqqında bir yaxşı şeir dedi. İndi istəyirəm Sahibə xanımı sizin alqışlarınızla tərəqqi medallı, əməkdar mədəniyyətçisi, bizim İsmailimizin, Şirvanımızın sevgisi Sahibə xanımı dəvət edirəm. Alqışlar çox zəif olmadı, mənə də gəldi. Bəli, hamı sevgili Sahibə xanım. Ürəkdən salam edirik. Sahibə xanım, var olasınız. Buyurun üzrəyirəm, buyurun.
Sahibə xanım qadağanı. Yəni bayaq mən bir ifadə işlətdim ki, o sənədli filmdə bir şeir dedi. Mən istəyirəm o şeiri deyim. İcazənizlə. Tənha könlüm, tənhaları sal yada. Tək qovaqlar çıxıb yola tənhadır. O qədər qoşalar var dünyada. Özü qoşaq ola tənhadır. Qovaq olub başını üstərsənəm. Heç demə ki, yoxdur kimin, kimsənəm. Sən ürəyi nəğmə dolu bir sənəm. Mən demərəm əhli halı sənəm. Yalnızların mehribanı qoyulsun. Tək canına yanan canı qoyulsun. Nə olsun, gülistanı qoyulsun. Ev dustağı yanı qala tənhadır. Təsəllidən səyarsa ürəyim, hər yetənə necə yata ürəyim. Cüt qanadla hey uçsa da ürəyim, rast olursa bir naqqala tənhadır. Rast olursa bir naqqala tənhadır. Sən tənha deyilsən, sənin arxanda orada İsmail zamanı var. Eşq olsun, Sahibə xanıma təşəkkür edirəm. Onu da deyim ki, Liyan instrumental ansambl müşahiət elədi. Bu mahnının da bəstəçisi Nizami Babayevdir, ansamblın rəhbəri. Eşq olsun, ansambla da eşq olsun, Nizami də olsun. Buyurun tabii. Əyilib qapında suala döndü. Bircə alacağım cavaba görə. Allahım heç sənə əzab verməsin. Məhəbbət mənim sən mənə verdiyin əzaba görə. Eşq olsun Sahibə xanıma, eşq olsun, təşəkkür edirəm. Bəli, vaxt vardı, mən də burada xalq teatrının rejissoru idim. Bacardığımızdan tamaşalar hazır idi. Bu günləri doğrudan da bu teatrımız etibarlı əllərdədir. Mənim həmkar dostum, sənət dostum Tofiq müəllimə təşəkkür edirəm. Esmira xanıma təşəkkür edirəm. Gözəl bir kompozisiya hazırlayırlar. İstəyirəm ki, o pəncərədən, xalq teatrının pəncərəsindən bir gözəl anları yaşayaq sizlərlə. Buyurun, xahiş edirəm. Bir gözüm sen eydin, bir gözünü ben. Niye narazı yok bu terazide? Sen çeşme buradan, ben avaşlasan bir günah senin değil. Bir günah benim. Bu suda su bakıp hele bir kaşık. Arını şekere dadandırmışım. Pazarın yağışır, balı karışık bu nefes senin değil. Bu nefesler. Söz söze gelende sen nefsi kıran, ben dünya malına göz yumup duran, ama ayrılıkta başı da yarandır, tamam senin değil. Bu tamamlar, oynayalanımız kalsın ayağa, hay değil, haya gelmiş kala, sözü güreştirir, ehdi dayanmağa, bir Allah senin değil. Bir Allah benim. Yamanca üstü her ihtiyatta, öfkük şirlisi de dilimiz altta, ama yaman gün elimiz altta, bir silah senin değil, bir silah benim. Ömür tesellidir, umur sabahtır. İndi öz xeyrine soğacaq. Hərə dolanışa bir cür nikahdır. Bir nikah senin değil, bir nikah benim. Orada bulanık su, hokul torpağa, burada evde çıkıp dönür bulağa. Hələ ki vaxtımız var durulmağa. Bir sabah senindir, bir sabah benim. Kök yuvası boş qalıb. Bahar gedib, payız gəlib, qış qalıb. Göy kəməndə ocaq yanıb, daş qalıb. Bu dünyanın qara daşı göyəməz. Ocaq közərəsi, sönəsi, nə o günlər bir də geri dönər.
nümunəsi. Qəm eləmə, gönlümün bir dənəsi. Bu dünyanın qara daşı göyərməz. O gül yanaq, bənddir bir xoş baxışa. Körpə budaq, ağız açıb yalışa. Min baharın hərarəti yığışa. Bu dünyanın qara daşı göyərməz. Ot bitirib o cığırım, o izim, tufanlanır, çalxalanmaz dənizim. Daha məndən sevdum əzizim, bu dünyanın qara daşı göyərməz. Araz boyu çox mənalar sezmişəm. Demə əlim o vüsaldan üzmüşəm. Ürəyimə daş bağlayıb dözmüşəm. Bu dünyanın qara daşı göyərməz. Musa Yaqub, gözü yolda təbrizim. Gözlərinin qara yaşı göyərdi. Göyərmədi istədiyi bircədən. Sabalanın qara daşı göyərdi. Bu dünyanı hörümçəkdən almışım. İlməsini kim attı bu yanlışın? Dedim barı düz toxuyaq qalmışı. Önümdəcə neçə naşı göyərdi. Kim işığı ürəklərə doğrayar? Kim işığı ürəklərdən doğrayar? Kim yalanı calaq vurdu doğruya? Hər şivindən oğru başı göyərdi. Çox gözlü var torpağına kör baxır. Dan yerinə bəbəyində tor baxır. 100 də çevir, 1000 də ələ torpağı. Namərdi ilə mərd yanaşı göyərdi. Mən arazda şaxələnən çinardım. Ömür boyu tufan əydi, su yardım. Xətayinin qılıncını suvardım. Məmməd Araz karandaşı göyərdi. Musa Yaqub şeiriyyatı göyərdi. Talehin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, bu əllər mənimki olmayacaqsa, bu tellər mənimki olmayacaqsa, sən Allah üzünə öyrətmə. İcran qorxusuyla göynətmə məni, əlimi əlinə öyrətmə belə, telini telimə öyrətmə belə. Mən biraz baharlı budaq kimiyəm. Biraz da sadəlöv uşaq kimiyəm. Bala anasına qovuşan kimi, leylək yuvasına yovuşan kimi, arı gül çiçəyə uyuşan kimi, mən də adama tez yovuşanam. Sevgi ateşində tez alışanam. Amma ki, sövməyim çox çətin olur, sevgidən dönməyim çox çətin olur. Yaman qəribədir dünyanın işi, heç vaxt yollarında dayanmadığın, heç həndəvərində dolanmadığın, gəlib birdən sənə nə yaxın olur, ömrün içində ömür doğur, o şirinim acı olacaq isə, bir qismət çiçəyim soracaq isə, öyrətmə, öyrətmə. Könlümdə yerim var, qopmaz yerimdən. Bir əkiz ləçəyi, haça budağı ayırmaq olmursa biri-birindən, məni də ayırmaq çətindir. Yox buna taqətim, yox buna tağım, əlimi əlindən üzmək əzabım, sonra o əzaba dözmək əzabım, yoxsa da könlümün sınıqları var, hicranın köz basmış yanıqları var, mənim dərdlərimin ayaqları var. Harada olsa mən tapacaq məni, sonra yanılacaq olacaq məni. Gəl məni özünə öyrətmə, əlimi əlimə öyrətmə, gözümü gözümə öyrətmə. Çok güzel bir konferansı halal olsun. Hakikaten Mədəniyyət Mərkəzinin bütün tarixinə Teymur müəllim başda olmalı mən təşəkkür edirəm. Doğrudan da gözəl bir konferans idi. Onu yarattılar. Musa müəllimi yarattılar bizim gözümüzün qarşısında. Təşəkkür edirəm. Mənim əzizlərim, şairlik gələndə göydən mələklə gəlir.
görünmək bilinmir gözlərə, boğanaq küləklə gəlir. Biçincilər biçən kimi, üfürüb su içən kimi, daşdan damcı keçən kimi, ələnib ələklə gəlir. Gəzib dolanıb elləri, şad elibdi könülləri, Musa müəllimin şeirləri hamısı ürəklə gəlir, hamısı ürəklə gəlir. Bu anda mənim əzlərim aşıq sözü də var bizim məclisimizə, Musa Yaqubun ünvanına, gözəl sözlü aşığımız, Aşıq Elman buradadır, Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür, gözəl sənətkarımızı sizin alqışlarınızla bura dəvət edirəm. Buyursun Aşıq Elman, gəl görək. Və Elbrus Məhərrəmov buradadır, Mustafa Balabancı, belə deyirlər el arasında da, Mustafa Balabancı da buradadır, eşq olsun, buyurun. Dört yanını tükan örüp, o tenha gülden incime. Bir dinlemiş nohur görüp sen bir nur gölden incime. Necaletli yere bakıp, Eylullah o dost atıp şere bakıp, səxasız ellere bakıp səxarı elden incime. Şişe değildir gülək, yüz yosunub düşəcək. Eğer olsa ömür göder, ömürden ilden incime. Dost sözü bir çəmən ətri, namərd sındıracaq qətri. Beş-on bətaqdan ötürü, vəfalı eldən incime, vəfalı eldən incime. Musa Yaqub el şairi, el adamıydı. Bu elin obanın qadasını alır. Aşıq Şamil'in koca yaşında yazmıştı ki, Aşıq Şamil haklansan 90'ı, yaxşı yaman günlərini 90'ı. Aşıq Şamil haklansan 90'ı, yaxşı yaman günlərini 90'ı. Balabanın diline kavuştu, eli çaldı kavuş diller alıştı. Eli çaldı kavuş diller alıştı. Yani sardım onlar o dalmamıştı. Yani sardım onlar o dalmamıştı. Ele bildin senin sarı
Süleyman doğrudan da Süleyman aşıq sənətində Şirvan Aşıq Məktəbinin ən layıqlı yetibələrindən biridir. Bugün özü artıq bir məktəbdir. Maşallah, təşəkkür edirəm, var olasınız. Və əlbəttə bu anlarda mən böyük məhəbbətlə hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin müəllimi, çox dəyərli ziyalımız, Musa müəllim içdiyi bulaqdan o da içdiyi bulaq, bir şagird kimi müəlliminin qarşısında həmişə hesabat verən Simran müəllimi sizin alqışlarınızdan böyük məhəbbətdən bura dəvət edirəm. Mən bilirəm o kişinin çıxışı daha da bir ləzzət, bir dərd qatacaq bizim məclisimizə, gecəmizə inşallah. Ürəkdən salamlayıram Simran müəllim. Nə yaxşı sizin kimi dəyərli ziyalılarımız var olasınız. Buyurun, xahiş edirəm, buyurun. Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli həmdədilər. Çox şadam sizinlə növbəti dəfə görüşməyə. Əslində qalsa, mən bu məclisin təşkilatçıları ilə bir neçə gündür danışıqlar aparıram. Bu çıxışlar olmalı deyil. İlk versiyada çıxışlar nəzərdə tutulmamışdı. Və ona görə də mən bir qədər bu qeyri-rəsmi formada çıxmışam Kasovqınlardan. O formada da gəlmişdim. Buna görə birinci növbədə üzr istəyirəm. İkincisi, bizim təşkilatçılara çox təşəkkürümü bildirirəm. Biz əslində qalsa uzun müddətdir ki, Novruz müəllimlə, Baba Vəziroğlu ilə və İsmailin başqa ziyalıları ilə belə bir xatirə gecəsinin keçirilməsi barədə söhbətlər edirdik. Sağ olsun icra başçısına qoşulduğu reaksiya verdik, təşəkkürümüzü bildiririk. Mədəniyyət Nazirliyinə ayrıca təşəkkür düşür. Mən Musa müəllimin şagirdi olaraq, həmyerlisi olaraq, bir yüz xətlə qohumu olaraq bunu deməyə özünü borclu sayıram. İndi burada bir başqa məsələ də var. Demək, Novruz müəllimin çıxışından sonra burada etibarlı mühəbbətin çıxışından sonra, çıxışlarından sonra nəsə söz demək, yeni bir söz demək çox çətindir. Amma mənim böyük bir xoşbəxtliyim var ki, mən gözümü açıb qonşu evdən Musa müəllimi görmüşəm. Bir kvartal o tərəfdə və birinci sinifə gedəndə mən görmüşəm ki, bizim İsmail Buynuz kəndinin ibtidai məktəbinin direktoru, Buynuz ibtidai məktəbinin direktoru Musa Yaqubdur. Və bizə deyilək ki, şairdir Musa müəllim. O dövrdə 66-cı ildə Musa müəllimin hələ ilk kitabı çıxmışdı. Yarpaqlar oxuyur kitabı, kimsə xatırlayırsa nazik. Gənc şairin ilk kitabı. Ondan sonra Musa müəllim 2-ci, 3-cü sinifdə mənə bizə dərs deyib, məktəb müəllimi kimi 5, 6, 7, 8-ci siniflərdə ədəbiyyat və Azərbaycan elmi dərsi deyib. Amma bizim dostluğumuz, indi əgər yalan desəm, yəqin ki, rüfət deyər, bizim dostluğumuz Musa müəllimin son nəfəsinə qədər davam edib. Mən Musa müəllimlə yaradıcılıq tədbirlərində olmuşuq, toylarda olmuşuq, məclislərdə olmuşuq. Heç vaxt ağlıma gəlməzdi ki, bir dəfə onun xatirəsini həsr olmuş məclisdə çıxıb belə çıxış edəcəm. Çox çətindir bunu. Nəyə görə çətindir məsələ? Musa müəllimlə əlaqədar o qədər gözəl xatirələr var, o qədər gözəl deyiləsi epitetlər var, deyiləsi sözlər var ki, onların hamısını bu məclisə toplamaq mümkün deyil. Siz bilirdinizmi ki, məsələn, Musa müəllim bu qədər gözəl şeirlərin müəllifi ola həm də çox gözəl musiqi bələdçisidir. Bəlkə Elman getdi buradan, Aşıq Elman bilər. O, Azərbaycan aşıq musiqisini xırdalığına qədər bilirdi. Haqqının yadına düşər, bax, dəstəkləyir mənim sözümü. Onun Aşıq Ədalət Dəli Dağlı ilə dueti, onun zapisi deyək də, yəni səs yazısı məndə var. Bu unikal bir zapisdir. Rüfət sənə satacağım onu təxminən 10 ildən sonra. Çox unikal bir şey. Azərbaycanın Şirvan aşıqlarının, melodiyalarının hər birisini peşkordan tutmuş, Duvaq qapmaya qədər hamısını əzbər bilirdi. Aşıq Şamillə bəlkə dost olub, onu düzdür, mən Aşıq Şamilə çatmamışam da belə, bəlkə dost olub, onunla əlaqədar gözəl xatirələri var idi. Siz bilirsinizmi ki, bunu artıq mən deyiləm bir pedagog kimi, Bakı Dövlət Universitetinin müəllimi kimi, Musa müəllim kimi ikinci bir müəllim
baxmayaraq ki, İsmail özünün, burada da çoxlu müəllimlər oturur, kiminsə xəttinə dəyəcək, Musa müəllim kimi ikinci bir pedaqoq dünyaya gəlmədi. Mənə dərs deyən, mən uzun illər oxumuşam, aspirantura, doktorantura, indi də dərs deyirəm. Musa müəllim qədər pedaqogikanı bilən, tələbələri ilə, şagirdləri ilə dil tapmağı bacaran belə bir insan yox idi. Əgər insan, ruslar deyir ki, если человек талантливый, то он во всем талантливый. Əgər insan istedadlıdırsa, o hər bir şeydə istedadlıdır. Musa müəllim, mənim Rus sağ olsun, mənim yazdığımı götürüb çıxartmışdı manşetə bir yerdə ki, Musa müəllimin şəxsində biz əvəz olunmaz, gözəl bir şair qazandıqsa, çox güclü bir pedaqoqu da itirdik. Yəni o müəllim kimi işləsəydik, bəlkə Azərbaycanın əməkdar müəllimi idi, ən güclü müəllimlərdən biri idi. Musa müəllim haqqında uzun-uzadı burada danışır. Deməli, hər dəfə təkrar edirəm onu ki, oturub, Qorxmaz müəllim oturub burada, onun da tədbirini söyləyəlim. Bu cür çıxışlardan sonra, bu cür şeirlərdən sonra, deməli, nəsə yeni bir, üstəlik də hazırlaşmamışdı. Yeni bir şey söyləmək çətindir. Amma mənim Musa müəllimin yaradıcılığını demək olar ki, əzbər bilirəm. Bu son dövrlərdə yazdığı şeirlərdən başqa. Bir şeiri ilə, deyək ki, mən məntiq imtahanı verəndə hüquq fakültəsində birinci imtahandan ondan 5 almışam, onunla əlaqədar Facebookda bölüşmüşdüm, mənə kömək elədi. Musa müəllim mənə məntiq imtahanından necə kömək elədi. Deməli, başqa bir şeiri ilə, başqa dünən tələbələrlə xudafizləşəndə hüquq fakültəsində indi son dövrlərdə əvvəl mən oxuyanda 48 oğlan idi, 2 qız, indi 48 qızdı, 2 oğlan. Qəşəng bir qızlardır, mən gördüm ki, bunlarla mən necə xudafizləşeyim, gələn həftə online olacaq dərslər, Hürmə müəllim bilirsiniz. Ona görə mən bunlarla xudafizləşməliydim, nəyidirsə yaxşıdır onlara. Musa Yaqubun talihin qisməti rast saldı bizi burada deyilmişi. Dedim, sizə mən öyrəşmişdim, çox təəssüf ki, biz sizinlə ayrılması oldu. Yəni, Musa müəllim bizim həyatımızın ayrılmaz bir hissəsi olur və ondan biz pragmatikcəsinə çox istifadə eləmişik. Buynuz kəndinə işığın çəkilməsi, suyun çəkilməsi, yolun çəkilməsi, qazın çəkilməsi, bunların hamısını Allah rəhmət eləsin bizim köhnə birinci katiblərə, hamısı ziyalı adımlar idi, Qəşəm Aslanov filanlar, bunlar hamısı birinci Musa müəllimin kəndinə, yəni mənim kəndinə əl yetirdilər. Musa müəllimin özünün də məşhur məsəli, buynuz başda olar, ona uyğun olaraq hər yerdə bizim kəndə xüsusi münasibət olur. Azərbaycanda da siz də razılaşarsınız ki, siz İsmail Hanım deyəndə birinci ya da Musa Yaqub düşür. İsmail'in vizit vərəqələrindən biridir və mən deyərdim ki, birincisidir. İndi bayaqki söhbətə qayıdıram, demək, o Rəsul Həmzətovla Abu Talibin söhbətinə qayıdıram bir də. Orada deməli, bunları aparırlar Dağıstan Pedaqoji İnstitutuna, hamısı qızlar, cavan qızlar, Rəsul Həmzətovun da yaxşı qanqan deyən vaxtları verir. Abu Talib da qoca bir ləzki şairi. Oturub, Rəsul Həmzətov gözəl şeylərdir, məhəbbət şeyləri falan və bir də çıxır sonra nədir, Abu Talib da deyir ki, bundan sonra mən sizə nə danışım. Bu cür çıxışlardan sonra, amma Abu Talib deyir ki, mən əməliyyatlıca zurna çalıram. Çıxarıb zurnadan başlayır zurna çalmağa, səhərə qədər tələbədə başlayırlar o oynamağa. İndi bu çıxışlardan sonra mənə bir dənə şey qalır. Hörmətli Sahibə xanımın başladığı və çox zalda canlanmaya səbəb olan şeirini axıra çatdırmaq. Deməli, qapımda əyilib suala döndü. Bircə alacağın cavaba görə Allahım heç sənə əzab verməsin, sən mənə verdiyin əzaba görə. Güzarım düşməzmi bir dost bağına, sevda çiçəklərin düşdü yanına. Yamanca tuş gəldin el dünağına, təsəlli tapdırdım şəraba görə.
ürəklər elə bir daşdır, dəmirdir.